Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Ən birinci, həmişəki kimi Allah Taala'nın bizə verdiyi bütün nemətlərə görə Uca Rabbimizə çoxlu şükürlər olsun. Allah Taala bizə böyük nemətlər verib. Və ən böyük nemət onu tanımaqdır. Yəni onun dini, İslam dinini bizə bəxş edib, iman bəxş edib və doğru yolu bəxş edib. Və sonra həmçinin bizə Resulullah sallallahu aleyhi və səlləmin yolunu getməyi nəsib edib. Və Resulullah sallallahu aleyhi və səlləm ümumiyyətlə bu ümmətə verilən fəzilətlərdən birisi də odur ki, məsələn, Qurandır və Resulullah sallallahu aleyhi və səlləmin kəlamıdır. Onlar çox bir yığcam bir şəkildə olur, amma mənası çox olur. Məna çox verir. Və qısa bir cümlələ böyük bir məna əhatə edib, böyük bir elm əhatə edib. Və Resulullah sallallahu aleyhi və səlləm Əbu Hureyra radiyallahu anhudan gələn hədis-i şərifdə Resulullah sallallahu aleyhi və səlləm buyurur ki, min husn İslamil mər'i tərkuhu mə la ya'ni. Kişinin, adamın İslamının gözəlliyi ondadır ki, ona aid olmayan şeyləri tərk etsin, ona qarışmasın. Və ən birinci bu haqda böyük alimlər deyir ki, bu hədis kifayət eləyərdi. Əgər ona əməl olunsa, kifayət eləyərdi. Və bəziləri buyurur ki, bu hədis ədəbin əsaslarındandır. Və bəziləri buyurur ki, İslamın 1/3-dir. Və bu həmçinin bəziləri də deyir ki, bu hələ İslamın özüdür. Həqiqətən də bu bir cümlədə böyük bir fayda vardır. Yəni, İslamın gözəlliyi, yəni insanın İslamının gözəlliyi, müsəlmanlığı, yəni kamilliyi ondadır ki, ona aid olmayan işlərə, məsələlərə qarışmasın. Bu hər bir şeyə aiddir. Təkcə yəni, hansısa bir işə deyil. Hər bir, məsələn, danışmağa aiddir, baxmağa aiddir, eşitməyə aiddir, gəzməyə, fikirləşməyə, bütün dahili hərəkətlərə, batini hərəkətlərə və bunlar hamısına aiddir bu hədis-i şərif. Və xüsusən də indiki dövrdə, indiki vaxtda bu hədisin əməl olunmasına bizim daha çox ehtiyacımız var. Nə üçün? Çünki indi yəni, elm, danışıq çoxalıbdır. Tez bir zamanda yayılır və inkişaf eləyib və hər bir məsələdən tez xəbər tutursan, tez deyə bilirsən və sən də indiki vaxtda çox məlumat toplayırsan və artıq sənə aid olmayan işlərə qarışırsan. İndiki vaxtda. Məsələn, müsəlmanlar görürsən siyasətə qarışır. Halbuki dinimizdə bu məsələyə qarışmağa icazə verilmir. Bəla da orasındadır ki, bu məsələdən xəbəri olmayan və yaxud dedik axı, yəni fikirləri ilə, yəni tərk edilmək, fikirlərlə qarışmamaq, hansı fikirlər ki, ona aid olmayan fikirlərdir. Hətta fikrində belə, hansı fikirləşir ki, məsələn, o nətər olacaq, bu bundan nətər olacaq, sənə aid deyil, sən bilmirsən, nə onun həllini bilmirsən, nə onu həll eləyə bilmirsən. Deməli, o qədər fikirləşməyin heç bir mənası yoxdur. Ola bilər insan var ki, ömrü boyu neysə fikirləşir. Ömrü boyu nəsə eləyir, amma ki, heç bir faydası yoxdur. Boş yerə fikirləşmək, boş yerə danışmaq, həmçinin danışmaq. Danışmaq da, yəni baxır nə danışır. Biliyorsan, qeybət, ona aid olmayan məsələlərə qarışmaq, danışmaq, elmi işlərə. Bəzən olur ki, dediyim kimi, yəni, bəzi məsələlər yayılıbdır elmi formada, məsələn, internet vasitəsilə biliyorsan, hər şeydən danışır. Bizdə hər şey şünas deyirlər. Hər şeydən. Siyasətdən danışır, tibbdən danışır, dindən danışır, mühəndislikdən danışır, sonra müharibədən danışır, nətər manevrlərdən danışır. Yəni, hər bir şeydən danışır, hər bir şeydən. Halbuki onun heç bir məsələdən xəbəri yoxdur. Və əgərləri insanlar bilsəydilər,
bunun, yəni bu hədisin mənası nədir? Salamat olardılar. Həm bu dünya üçün, həm də axirət üçün. Və Rasulullah sallallahu aleyhi və səlləmin bu kəlməsi insanı nə edir? Qoruyub saxlayır. Ən birinci nədir? Dinin, əqidəsin. Yəni, dini məsələlərdə. Bu demək deyil ki, hədis-i şərif sadəcə dini məsələlərdə yəni, icazə vermir sənə aid olmayan şeylərə danışmaq. Yox, dünyəvi məsələlərdə də. Bayaq qeyd etdiyim kimi, başqa yəni, məsələlərdə də əgər sənin ona elmin çatmırsa və sənin ona yəni sənə aid deyilsə, ondan danışma. Və o ayarları hər bir insan buna əməl edəsə, heç bir problem olmazdı. Və insan danışanda artıq nə olur, ona aid olmayan bir şey olanda, əlbəttə ki, ona əks təsir edir. Və özün fitnəyə salmış olur, gözdən salmış olur, Allahın qəzəbinə gəlmiş olur. Və ona görə də insan danışanda fikir verməlidir, nə danışır. Çünki bu onun üçün həm yazılır, bozulmayan bir yazıdır ki, onu heç kəs boza bilməz və o sənin üçün yazılır və etdiyin hər bir şey, danışdığın hər bir şey və sonra da bunlara görə hesaba çəkiləcəksən. Və həmçinin İmam Şafii rahmetullahi aleyhi buyurur ki, insanın ağlının inkişaf etmək üçün 3 şey var ki, onlar isə yəni onun ağlı daha güclü olar, zəkası daha güclü olar. Alimlərlə bir yerdə oturmaq, elm əhlindən bir yerdə oturmaq, salih insanlarla bir yerdə oturmaq və ona aid olmayan məsələləri tərk etməsi. Fikir ver. Yəni, ona aid olan məsələləri tərk etməsi odur ki, onu məşğul eləmir. Həm danışıb problemə düşmür, həm onu, bayaq dediyim kimi, yəni ona aid olmayan şeyləri danışır, vaxtı gedir, ömrü gedir, ibadətlərdən uzaqlaşır, məsələn, rahatlıqdan uzaqlaşır, əmin-amanlıqdan uzaqlaşır və nədir, ona fayda vermir. Və həmçinin Luqman aleyhissalam dediyi kimi, əmanəti vermək, doğru danışmaq və bir də ki, ona aid olmayan şeyləri qarışmamaq. Hamısı fikir verirsən, yəni bunu hamı deyir ki, yəni bu sənə aid olmayan məsələlərdən uzaq olmaq ki, sənə fayda versin. Həmçinin insan ona aid olmayan, əgər insan ona aid olmayan bir şey danışırsa, bu artıq nədir? Allah Subhanahu Taala'nın qəzəbinə gəlir və yaxud da onun gözündən düşür. Yəni ona aid olmayan bir məsələdirsə, ya böhtan olur, ya qeybət olur, ya düzgün deyil, ya fitnə olur, onun dediyi bir kəlama görə böyük bir fitnə də ola bilər. Yəni sənə aid deyilsə, sən bu məsələni nədir? Danışmamalısan, etməməlisən, qarışmamalısan. Və xüsusən də bayaq dediyim kimi, yəni indiki vaxtda çox çətindir. Nədir? Hətta deyir, nədir? İnsanlar arasında yəni məsələ düşmənçilik yaradır, problem yaradır. Əgər sənin aid olmayan bir şeyə qarışmağın, bir şeydən danışmağın nədir? Sənin insanlar arasında problem yaradır, qarşıdurma yaradır, fayda vermir və problemlər daha da çoxalır. Və həmçinin burada bir məsələ də var ki, insan özünə aid olan şeylərlə məşğul olarsa, ona daha faydalıdır. Bunların bayaq yuxarıda qeyd dediklərimizi əksin eləyəndə insan, yəni hansı məsələ ki, ona qarışmır, ondan danışmır, yəni ona aid deyil. Və o nədir? Həm başı salamat olar, həm qulağı dinc olar, həm gözü dinc olar, həm ətrafında yəni, rahatlıq olar onun üçün. Yəni bu bir kəlmə, Rasulullah sallallahu aleyhi ve sellem dediyi bu kəlmə nədir? Nə qədər faydalıdır. Və ona görə də Allah Subhanahu Taala'dan istəyirəm ki, Allah Taala bizi eşidib, faydalanandan etsin. Və Allah Subhanahu Taala bizi haqq yolda sabit etsin. Allah bizi fitnələrdən, fitnə əhlindən, şərdən, şər əhlindən qorusun. Allah bütün müsəlmanlara kömək olsun. Allah Taala ölkəmizi əmin-aman içərisində etsin. Allah əsgərlərimizi, hərbiçilərimizi qorusun. Allah ölkəmizin əmin-amanlığını qoruyanları qorusun. Allah Taala ölkə başçımızı qorusun, onu xeyir üzərində etsin. Ona uğur versin, bizim üçün xeyirli etsin.
ve onun hakkı üzerinde sabit etsin, hakkını casus etsin. Ve Allah Teala bütün Müslümanlara kömək olsun. Allah Teala ölkəmizə qarşı fitnə fəsad törətmək istəyən, şər etmək istəyən bütün fitnələrin özlərinə qismət edəsin. Və Allah Teala Müslümanları qorusun. Allah xəstələrimizə şəfa versin. Subhanəkə Allahumma bihamdik. Nəşhədu an la ilahə illə əntə nəstəğfiruka və nətubu iləyik.